Adəmlə Həvva cənnətdən qovulduqdan sonra bir-birindən ayrı düşdülər. Onlar bir müddət əzablı günlər yaşadılar. Sonra hər ikisi tutduqları işdən peşman olub tövbə etdilər. Allaha üz tutub onları bağışlamasını dilədilər. Allah Adəmlə Həvvanın tövbəsini qəbul edib onları bir-birinə qovuşdurdu. Lakin yenidən cənnətə daxil olmalarına icazə vermədi. Allah onlara: Sizi dünyada sınayacağam. Orada dediklərimi yerinə yetirməlisiniz. Şeytan yenə də sizi yoldan çıxarmaq istəyəcək. Ona aldanmamalısınız. Orada bir müddət yaşayacaqsınız. Vaxtı çatdıqda sizi təkrar yanıma qaytaracağam. Sizi yenə də qovulduğunuz cənnətə daxil edəcəm. Mənim sizə olan rəhmim budur, dedi. Beləcə, Allah Adəm və Həvvanı dünyaya sakin etdi. Onlar qovulduqları cənnəti qazanmaq üçün çox çalışmağa, Allaha çoxlu ibadət etməyə başladılar. Bir müddət sonra Adəm və Həvvanın bir oğlu oldu. Adını Qabil qoydular. Adəm ailəsini dolandırmaq üçün evdən çıxır, səhərdən axşama qədər durmadan işləyirdi. Bir müddət sonra Adəmlə Həvvanın ikinci oğlu oldu. Adını Qabil qoydular. Habil uşaqlığından dinc idi. Qabil isə ata-anasının sözündən çıxan, qardaşı Habillə yola getməyən bir uşaq idi. İllər ötdü. Habil və Qabil böyüyüb atalarına kömək etməyə başladılar. Habil Qabildən yaşca kiçik olsa da ondan daha güclü idi. Qabil torpağı əkib becərir, Habil isə qoyun saxlayırdı. Bir gün Adəm Habil və Qabildən verdiyi nemətlər üçün şükür etmələrini istədi. Bir dağın başına qalxıb qazandıqlarından Allaha bəxşiş etməyi buyurdu. Habil atasının tövsiyəsini sevinclə qarşıladı. Qabil isə bundan xoşlanmadı. Ertəsi gün Habil sürünün içindən ən gözəl və sağlam bir qoyun seçdi. Onu atasının dediyi dağa qaldırdı. Qabil isə əkib becərdiyi meyvə tərəvəzlərdən çürüyənlərini seçib götürdü və dağın başına çıxdı. Allah Adəmə Habilin ürəklə verdiyi hədiyyəni, qoyunu qəbul etdiyini, Qabilin isə istəmədən gətirdiyi çürük meyvə tərəvəzi rədd etdiyini bildirdi. Habilin sevincinin həddi-hüdudu yox idi. Habil buna görə Allaha şükür etdi. Qabil isə çox əsəbi idi. Onun qardaşına paxıllığı tutdu. Qəlbi kinlə doldu. Elə bu zaman şeytan Qabilə yaxınlaşdı və onu qardaşı Habili öldürməyə sövq etdi. Bir gün Qabil dağdan aşağı enən Habili səsləyib dedi: Atam səni daha çox sevir. Sənin üçün Allaha dua etdi. Allah da sənin hədiyyəni qəbul etdi. İndi isə səni öldürəcəyim. Habil isə ona əl qaldırmayacağını söylədi. Allah yalnız yaxşılıq edənlərin qurbanlarını qəbul edər. Məni öldürsən, atam onsuz da səni sevməyəcək. Bu Allahın da xoşuna gəlməyəcək, dedi. Qabilin qəzəbi ağlını başından almışdı. Yaxşı ilə pisi ayırd edə bilmirdi. Habilin sözlərini anlamaq istəmirdi. Beləcə, Qabil pis niyyətindən vaz keçmədi. Yerdən böyük bir daş götürüb Habilin başına vurdu. Habilin qanı Qabilin üzünə sıçradı. Habil hərəkətsiz halda yerə yıxıldı və son nəfəsini verdi. Qabil qardaşının öldüyünü anladı. Beləcə şeytan istəyinə çatdı. Yer üzündə ilk insan qətl etmə günahı işləndi. İlk qatil isə Qabil oldu. Qabilin qəzəbi soyuyub özünə gəldikdə çox peşman oldu. Habil ölməyə layiq deyildi. O, çox təmiz ürəkli idi, deyə düşündü. Hər bir günahın aqibəti də belə olur. Peşmançılıq və sıxıntı ilə nəticələnir. Qabil qorxu, dəhşət və peşmançılıqdan titrəməyə başladı. O qardaşı Habilə baxıb ağlayırdı. Habil isə cansız halda yerdə uzanmışdı. Qabil qardaşı Habilin cəsədi ilə nə edəcəyini bilmirdi. Qəfildən qayanın üzərindəki bir qarğa Qabilin diqqətini çəkdi. Bu qarğanın yanında bir ölmüş qarğa var idi. Onu gördü ki, qarğa torpağı eşələyib bir dəlik açdı. Ölmüş qarğanı dəliyə itələyib üstünü torpaqla örtdü. Qabil öz-özünə düşündü. Vay olsun mənim halıma, bu qarğa qədər də olmadım. Qardaşımı heç torpağa da bastıranmadım. Qabil qarğadan nümunə götürdü. Qayıdıb qardaşının cəsədini torpağa bastırdı.
Həmin vaxtdan ölmüş insanların dəfn edilməsi adəti yarandı.